Hər il Azərbaycanda bağlanan nikahların demək olar ki 40%-ə yaxını bir il ərzində pozulur. Səbəb isə şiddətli geçimsizlik göstərilir. Təkcə son 5 ay ərzində bağlanan 24 min nikah olubsa, 3900 cütlü isə öz ailə həyatına son qoyub. Əməkdaşımız Vüsailə xan Məmmədqızı boşanmaların səbəbini araşdırmağa çalışıb. Bir zamanlar dözümlü, uzunömürlü ilə seçilən Azərbaycan ailələrində indi nikahın pozulması adi hala çevrilib. Dövlət Statistika Komitəsinin məlumatına görə bu ilin 4 ayında 4000 boşanma qeydə alınıb. Səbəbləri isə müxtəlifdir. Kişi tərəfindən zor tətbiq olunması, ətrafdakıların müdaxiləsi və hər iki tərəfdən xəyanət hallarının yaşanması səbəblər arasında üstünlük təşkil edir. Son illər açıqlanan statistikaya görə boşanan tərəflərin əksəriyyəti qadınlardır. Burada əsas səbəb isə şəraitin yaxşı olmaması və ailə daxili söz-söhbətlərdir. Boşanmaya gətirən səbəblər arasında ən əsas olaraq xarici təsirlər, daxili münaqişələr və maddi və sosial məişət problemləri boşanmaya gətirib çıxarır. Boşanma səbəbləri arasında psixoloji durum da təsirsiz olmur. Tərəflərin uşaqlıq dövründə alınmış ata və ana psixoloji travmaları və onun ailədə çıxarılması və tərəflərin aqressiyası, gərginliyi, həyatda özünü təsdiq edə bilməməsi, yəni bunlar psixoloji problemlərdir ailədəki və ailədəki psixoloji uyğunsuzluq. Ailə müdaxilələri çoxdur. Əgər əvvəlki Azərbaycan gənci gün ərzində 5 stressdən əziyyət çəkirdisə, indi 10 stressdən əziyyət çəkir. Və təbii ki, bunlar hər bir ailəyə təsir edir. Gənclərin bir-birini başa düşməməsi və güzəştə getməməsi ilə yaranan mübahisələr xoşbəxt ailənin sonunu gətirir. Halbuki bəzi qaydalara əməl etməklə evliliyi uzun müddət qorumaq olar. Əvvəla mübahisə bitdikdən sonra onu dərhal unudun. Xoşagəlməz anları bir-birinizin üzünə vurmayın. Daimi mübahisələr hər iki tərəfi öz dünyasına çəkməyə məcbur edir. Mübahisənin bitməsi üçün tərəflərdən biri susmağı bacarmalıdır. Boşanma səbəblərini araşdırıb onları analiz edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu kimi halların baş verməməsi üçün maarifləndirmə işləri aparır. 7000-8000 il ərzində daha çox qeyd edir ki, başa düşməməzlikdən 2000-ə yaxın ailələr uşağın olmamasını 1200-1500 ildən ilə fərq edir. Digərləri isə hansısa xəstəliklərdir, hansısa digər bir məişət zorakılığı və digər problem. Komitə daha çox maarifləndirmə işləri gücləndirir bu sayda. Nikahı bağlayanda buna qərarın verilməsi. Komitə daha çox o sahəyə istiqamət veribdir, o sahəyə güc verib ki, bu nikahlar bağlananda iki tərəfli razılıq bir dəfəli sadə bir bəli deməyinin sözünə bitməsin, məsuliyyəti dərk etsinlər. Gənclər ailə qurarkən düşünülmüş addım atmalıdır. Çünki bu qərarı verməklə onlar nəinki bir-birinin, həmçinin valideynlərinin və dünyaya gətirəcəkləri övladları qarşısında cavabdehlik daşıyırlar. Ailə kiçik bir dövlətdir, dövləti isə onun vətəndaşları qoruyur. Ailənin qorunması ailə başçısının üzərinə düşdüyündən nikaha girməzdən əvvəl bu yükü çiyinlərində daşıya biləcəyini hər bir vətəndaş yaxşı düşünməlidir.